Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çoxdan gözlədiyiniz, istədiyiniz, çox ləzzətli, dadlı, ətirli qoz piçenyasını hazırladım. Ərzaqı baha olmayan, nəticəsi isə möhtəşəm. Bir qabın içinə yumurta, şəkər, vanili əlavə edib yaxşıca ağarana qədər çalıram. Sonra bu qarışıma soda ilə üzüm sirkəsi əlavə edirəm və əridilmiş, soyudulmuş yağ. Onları da yaxşı qarışdırandan sonra un əlavə edib xəmir yoğururam. Xəmir bərk xəmir olmamalıdır. Bax bu cür bir xəmir olmalıdır. Mümkündür ki, siz xəmiri hazırlayanda yumuşaq olsa, deməli yumurtanız çox iri olub, ya da ki fərq undadır. Amma xəmir bərk olmamalıdır. Hazır xəmiri bölürəm 6 qramlıq kündələrə, tərəzi yolu ilə. Bölünmüş kündələri yumurluyuram, yığıram qaba. Bu işi daha rahatlaşdırır və niyə 6 qramlıq kündələrə? Onda xəmir çox itkiyə getmir. Qoz piçenyası bişən zaman. Proses uzundur deyə videonu sürətli yığmışam. Çalışın video baxanda müəyyən məqamlara çox diqqətli fikir verin ki, xəmir yoğuranda və piçenyaları bişirəndə bir problem alınmasın. Artıq kündələr hazırdır. İndi başlayırıq onları bişirməyə. Qoz piçenyasını mən bax bu cür formada bişirəcəm. Buradakı qozlar daha gözəl alınır. İlk növbədə mən bu qabı yağlayıram, sonradan ehtiyacı olmayacaq. Xəmir yağlıdır, problem yaranmayacaq və xəmir şirindir deyənə xodun özünüz ayarlayın. Məndə isə çox vam xodda bu piçenyalar bişəcək. Balaca kündələri qəlibə qoyandan sonra yaxşıca sıxıram və dərhal çevirirəm. Bu qəlibi tez-tez çevirirəm və belə açıb piçenyaların rəngini yoxlayıram. Artıq mənə lazım olan rəngdədir. Sual olar ki, niyə bu qabda bişirirəm? Bu qabın qoz piçenyasının naxşı çox gözəl olur. Dadı da fərqli olur. Bunu taxdım. Bunu belə basıram və dərhal çevirirəm bu bir tərəfə. Xəmirləri qoyuram içinə. Proses çox tez gedir. Düzdür, qazın üstü yağ olur. Çox yox, nəzarət edirəm. Və baxın görün, qapağın və belə sıxıram. Formalar hamısı eyni olsun. İndi mən sizə göstərəcəm. Bunu sıxmasaq, onda qozun içi dərin olmayacaq. Mütəmadi açıb rəngin ayarlayıram. Mənim çox xoşuma gəlir ki, qoz piçenyanın rəngi belə olanda. Və boşaldıram bunu. Fikir verin ki, bişən piçenyalar çox rahat qəlibdən çıxırlar. Ona görə də bu qabı çox yağlamağa ehtiyac yoxdur. Yenə vurğulayıram, ona görə ki, xəmir kifayət qədər yağlıdır. Əlbəttə ki, tokla olan daha rahatdır. Ancaq bu mənim daha çox xoşuma gəlir. Bunun naxışları çox gözəl olur. Artıq qoz piçenyimin qabıqları hazırdır. Və mən indi nə edəcəm? Hamısının kənarların düzəliş verəcəm. Əvvəllər qozun kənarlarını bax belə balaca qaçı ilə düzəliş eləyirdim. Bu birinci üsuldur.
Bu isə ikinci üsuldur və ən rahat, ən gözəl. Və fikir verin ki, mən çıxıntıları tamam yığışdırmıram. Mən istəyirəm ki, hazır qoz piçenyası əsl qoza oxşasın. Artıq qapaqları hazır elədim. Baxın, görün. Bunları isə elə beləcənə biz çayla nuş edəcəyik. Bunu da qeyd eləmək istəyirəm ki, bu cürnə qozun qapaqları uzun müddət qalır, daha da dadlı olurlar. İndi isə bişmiş quşonkanı yaxşıca çalıram və xüsusi torbaya boşaldıram. Mən sizə 3 cür qoz piçenyasını necə doldururam, nümayiş eləyəcəm. Qoz piçenyanın için 3 cür necə doldurmaq olar sizə göstərəcəm. Bu birinci üsuldur. Birinci qapağa zquşonkadan doldururam. Üstünə yarı bölünmüş qoz ləpəsini qoyuram. İkinci qapağın ağzına biraz quşonkadan vırıb yapışdırıram. Bu bir fikir olsun deyə sizlər üçün mən bu 3 cürlə doldurmanı bugünkü videoda sizə göstərirəm. Qoz piçenyanın ikinci cür doldurulma üsulu. Mən bunu bilərəkdən belə çox doldurdum ki, siz görəsiniz ki, çox olanda nə kimi bir olay yaşanır. Qapağın birin dolu doldururam. Bax belə. İkinci qapağı isə bax belə. Ki biraz qırağına dəysin. Bizə lazımdır ki, bu qapaq o biri qapağın üstünə yapışsın. Bax belə. Baxın, görün. Və mən bu çıxıntını niyə çox yığışdırmıram? Onda hazır qoz piçenyası əsl qoza oxşuyur. Bu isə üçüncü üsuldur, əsas, klasika. Biraz qoz ləpəsi əzirik. Əlavə eləyirik zquşonkanın içinə. Biraz həmin piçenyanın qapaqlarından. Onu da əlavə eləyirik zquşonkanın içinə. Yaxşıca qarışdırırıq və dolu doldururuq qoz piçenyanın içinə. Mən gənc olanda, təzə bu piçenyanı bişirməyə başlayanda, bunun içliyi, klasika içliyi budur. Və bunu nə qədər çox doldursuz, heç bir problemi yoxdur. Əksinə daha da qozun içi dop dolu olur. Videoya baxanda sizi hansı növ qoz piçenyanın için doldurmaq bəyənəcəksinizsə, o üsuldan da istifadə edə bilərsiniz. Ümumiyyətlə şirniyyat aləmində hər bir şirniyyatın içliyin miqdarı var. Onu aşırı eləyəndə onun fəsadını da özünüz görürsünüz. Baxın, görün, çox əla, mükəmməl. Və mən onu qeyd eləmək istəyirəm ki, mən hələ indiyə qədər
öz hazırladığım qoz piçenyamı heç yerdə yeməmişəm və o dadı tapa bilmirəm. Bu da qeyd elədiyim qozun çıxıntısı. Baxın görün, əsl qozun nazik qabığına oxşuyur və gözəl nəticə. Bəh, bəh, bəh. Dadını isə mütləq hazırlayın, dadına baxın, çox bəyənəcəksin. Ona görə ki, çox dadlıdır. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.